Hər kəsi salamlayıram, əziz və dəyərli izləyicilərim. Bugün sizinlə yenidən 2 gün ard-arda hazırladığım bu vlogu paylaşacağım. Yəni burada siz həm ayın 17-sini, həm də 18 may tarixlərindən olan vloqları görəcəksiniz. 17 may biz səhər tezdən oyandıq və anam gördü ki, İnci çox tərləyir. Əslində belə deyim, bir neçə gündə ev isti olurdu. Sonra həmin gün birdən-birə soyudu və yağış leysan oldu hər tərəf. Nəysə, anam da dedi ki, onsuz da yəni uşaq tərləyib, baxmayaraq ki, biz onu təzə çimizdirmişdik. 2 gün falan olardı. Elə hazır tərləmişkən gəl çimizdirək səhər tezdən. Təmiz getsin qonaqlığa. Qəşəng bütün baxımları edildi. Videoda görürsüz. Qulaq təmizlənir, krem vurulur, pampers geyindirilir, təzə paltarlar geyindirilir və saçını da qurudub darayırıq. Körpə olanda doğrudan da bu tip işləri görmək daha rahat olur. Baxmayaraq ki, körpə uşaqlar daha kövrək olur, amma ən azından onların qulağını təmizləyəndə, saçını darayanda çox da tərpənib əl atmırlar. Amma burada görürsüz də İncinin bayaqdan qulaqlarını təmizləmək və saçını qurutmaq demək olar ki, zülmdür. Yəni bir tərəfdən də o qulaq çöpünü uzadır anama ki, güya o da anamın qulağını təmizləmək istəyir. Və düşdük aşağı mərtəbəyə. Burada da sürünə-sürünə gəldi və tapdı soskasını. İndi isə aparacaq ağzına. Və arada da baxır görün bu soska doğrudanmı həmin soskadır. Sonra təzədən yerə geri taxır. Gəlir burada da belə mənə yazıq-yazıq baxır ki, bəs mənim yeməyimi ver. Onsuz da yeməyə hazır idi. İndi görəcəksiniz. Və bugün biz Mamakonun qreçkalı kaşasını yeyirik. Mamakonun qreçkalı kaşasını digərlərindən daha çox bəyəndim. Çünki həqiqətən də yəni tam olaraq qreçkanın özündən istifadə olunur. Amma məsələn kabritada fikir vermişəm. Həddindən artıq üyüdülür də. Məsələn ilk aylar, məsələn 4-8 ay arası falan harca məsləhət görərəm ki, bu ay ərzində kabrita verəsiniz. Çünki çox üyüdülmüş formada olur, çox yumşaq və həlimli olur. Amma Mamakonu sevməyimin səbəbi həm tərkibindəki vitamin və mineralların daha bol olmasıdır kabritaya nəzərən, həm də içindəki o taxıllar, yəni hiss olunur ki, bu taxıl yeyirəm də. Bir də var ki, elə belə adi manna kimi olur, məsələn kabrita. Digər markaları yoxlamamışam deyə bilmirəm. Flora Alpində məsələn o baxımdan biraz oxşadıram kabritaya. O da çox həlimli olur. Flora Alpinin ən bəyəndiyim kaşası 3 dənəli gecə kaşasıdır, keçi südü ilə alınan. Ancaq onu alıram davamlı olaraq. Çünki gecələr simisinə bir qaşıq qatıb verəndə doyumlu olur və mədəsini narahat eləmir. Bəzən də məsələn həftədə bir dəfə, 2 dəfə ehtiyac yaranarsa, onu elə kaşa elib verirəm axşamlar. O da doyumlu olur və tox saxlayır. Mamakonun kaşaları isə mənə görə 8 ayından sonra daha rahat verə bilərsiniz. Çünki onun içində dənlər, dənli bitkilər daha doğrusu daha dənəvər şəkildə olur. Yəni tam həll olunmuş formada, üyüdülmüş formada verilmir. Əslində bunu çox bəyənirəm. İçindəki meyvələri də hiss edirsiniz hətta. Yəni bu əslində belə olmalıdır. Uşağın nə qədər çox ayı artırsa, bir o qədər də çox dənəvər artıq yeməlidir yeməkləri. Çox həll olunmuş formada yesə, ona öyrəşəcək və daha sonra qatı qidaları qəbul etmək istəməyəcək. Və burada da gəlir yaxınlaşır indi də anama. Ümumiyyətlə İnciyə hara xoşdur ora gedir də. Harda sevgi, ilgi görür, ora gedir. Ümumiyyətlə uşaqlar elə körpəlikdən hiss edirlər ki, kim onunla yaxşı məşğul olur, kim ona sevgi, məhəbbət, ona istilik göstərir, həmişə də ona yaxın olur. Bu heç vaxt, yəni heç vaxt dəyişməyən bir qanundur və yazılmamış bir qanundur. Və İnci xanım çox əsəbi bir şəkildə yeməyin gözləyir. Tez onu biraz yubatmaqdan ötürü atışdırmalıq verdik, piçenya verdik əlinə. Baxın, deyir ki, mən bu dəqiqə özümü atacağam, mənim yeməyimi gətirin. Arada belə badam da verir ki, həm dadım bilsin, həm də ki, çeynəsin, biraz dişlərini rahatlaşdırsın. Və bu arada bəyənir həqiqətən. İndi də əlinə xurma vermişik. Xurmanı da çox bəyənərək yeyir. Gəldim qızıma qəşəng immunitet artırıcı bir çay hazırlamağa. Çayın da tərkibində bal və çay tikanı var. Çay tikanı da çox güclü bir antioksidandır. Bu çayı ilk dəfə içəndə dadını çox da bəyənməsə də İnci dəhşət bəyəndi və içdi. İnci xanımı mən yatıstırdım günorta yuxusuna. Sonra da gəldim biraz buraları belə sərgiyə saldım. Burada belə göstərmişəm qəşəng təzə oyuncaqları. Bir də bu biraz hava soyuq idi, yağışlı idi deyə belə bir paltar geyindirmişdim. Ətrafı biraz toparlayandan sonra keçid aldım baxım məhsullarına. Baxın burada tez-tez burnuna püskürdüyümüz bu dəniz suyunu göstərim sizə. Çox razı qaldım. Amma məncə 6-7 aydan sonra istifadə etsəniz bunu daha yaxşı olar. Biz təzə-təzə İnciyə bunun damcı formalı balaca 5 milliliyini alırdıq. Və bu yağışlı gündən sizləri salamlayıram. Keçmək istəyirəm üzümdə istifadə edildiyi məhsullara.
Neçə vaxt ki, hardasa 2 həftə olar bəlkə də çox üzümə maskalar, kremlər və s. çəkmirəm. Dedim qoy bugün eləyim. Hazır hava da sərindir, evdəyik. Bu Yezavekanın karbonatlı bir maskasıdır. Bunu çəkirsiniz, öz-özünə köpüklənir və məsamədəki o qara nöqtələri falan təmizləyir. Bu isə Marudermin bu kley maskasıdır, çəhrayı qabda. İçində salisil turşusudur və çay ağacı yağı var. Yəni dərini olduqca sakitləşdirir, amma ilk başda çəkəndə 2-3 dəqiqə dəriniz yana bilər. Sonra o hissiyat da keçib gedir. Hazırlaşdım, düşüm aşağı görüm bu xanım qız görün necə qəşəng bəzənib düzəndib oynayır. İlahi, neçə vaxt ki belə qəşəng sərgəli görmürəm qızımı. Və sizə bu məhsulu göstərmək istəyirəm. Təzə kəşf etdiklərimdəndir, amma əslində çoxdandan görürdüm mən bunu Trendyolda. Bilsəm əvvəldən alardım. Bu bax balaca şeyin içində demək olar hər şey yerləşdirdim və əlavə olaraq bir dənə də belə çanta götürdüm. Bu çantanı da təzə inci dünyaya gələndə almışdım. Bunun içinə əsasən su, qida, quru süd qarışımı, piçenya, sonra hipin püresi, bir də ki butulka qoydum. Yəni bunlar yerləşdi. Və səbirsizliklə gözləyir ki, kimsə gəlib onu geyindirəcək, aparacaq daimgilə. Bu arada daimlə xalamın ad günləri arasında 2-3 gün fərq var. Amma istədilər ki, hamısını bir günə salsınlar və ən uyğun gün də bazar günüdür bizdə. Bizdə hər kəs demək olar ki, iş adamıdır. Ona görə də əsasən 6 bazar günləri boşluq olur və həmin günlər ad günü olur. Və gəldik gördük ki, xalama belə qəşəng buket gəlib. Övladların hər ikisi xaricdə təhsil alır. Arzu edirəm ki, övladların hər zaman xeyrin görsün, xoş günlərini görsün və onlar belə gözəl bir buket hədiyyə eləyiblər. Bu bilinçiklərdə elə həmin xalam, burada gördüyünüz Elnara xalam öz əlləri ilə hazırlayıb gətirmişdi. Qalmışdı qızartma və buketin də gözəlliyi deyib susuramdı oradan da baxa-baxa doymadım. Keçdik İnci xanıma çay çizdirməyə. Bu çayı bu dəfə axıra kimi içdi. Səhv etmirəmsə yuxu çayıdır bu. Hər zaman olduğu kimi mən yenə evimizə qayıtmalı oldum. İnci xanımın üstün başını dəyişdirdim, yeməyini verdim və yatızdırmağa çalışdım. Əslində İncinin yatmağına az qalmışdı. Elə az qalan kimi də anam gəldi, çatdırdı özün. Dedi ki, mən yeyib içmişəm, sən get. Və getdim, elə 5 dəqiqədən sonra da buketimiz gəldi. Mən də istədim ki, xalama belə bir qəşəng mini hədiyyə hazırlayım. Və bacımla birgə belə mini bir hədiyyə hazırlamışdım. Sonra da güllərlə, yəni bu güllərlə də birlikdə xalamın şəkillərini çəkdim. Bu bənövşəyi güllərin də adını bilmirəm təəssüf ki, amma görünüşü çox qəşəng idi, çəkmək istədim. Bu dəfə qonaqlığın əvvəlindəki olan o süfrəni çəkə bilməsəm də özümü aşağı çatdırdım və çox dadlı idi həqiqətən də hər şey. Səday bebinin əllərinə, əməyinə sağlıq. Mənim dayılarım ümumiyyətcə çox uşaqçıldılar. Yəni uşaqları çox sevirlər. Onlarla oynamağı, vaxt keçirməyi. Həmişə bu evə gələndə ikisinin də o isti münasibətini görürəm doğrudan. İnci də yenə hər zamanki kimi göylərdə uçur, bax belə. Və gəldik çatdıq tort mərasiminə. Görürsüz nə qədər adam var, nə qədər fincan var və belə tortumuz bizi qarşılayır. Burada da istəyirik ki, hər ikisi tortu üfürsün. də çay süfrəsində İnci xanım bizə rahat vermir. Doğrudan da bu çox şirin baladır, amma həqiqətən xüsusən yemək yeyəndə imkan vermir də. Gəlir qucağımızda oturur. Süfrədə hər bir şeyə əl atır. Əminəm ki, bu ciddi bir diskomfort yaratar, yəni kim olsa. Sağ olsun xalası ilə nənəsi kömək edirlər mənə ki, biraz mən də çay içim də. Biraz tortun dadına baxım heç olmasa. Yəqin ki, bütün ağalar məni başa düşər. Xüsusən uşağınızın yəqin ki, ilk 2-3 yaşına kimi siz də mənim ki, yəni belə deyim də, çəngəl torta həssas qalmısınız. Yəni güc bala ilə yeyib onu qutaram. İstəyirəm həzz alım da o tortdan, amma həzz ala bilmirəm. Çayı da axıra kimi qutara bilmirəm. Normalda bir oturuşda 2-3 stəkan çay içən adamam, amma o çay soyanda da mənim heç bir həvəsim qalmır. Məsələn, gəldi İnci xanımın biraz əylənəcəyi ortama, qəşəng mətbəxdə burada əlinə piçenya
vermişik. İştahla yeyir. Fatih də geyinib şəbdələri belə gəzir ortalıqda. Mənim də qızım xoşlayır belə rəngbərəng şəbdələri. Və çox keçmir ki, Südaba nənə də gəlir içəri. O həmişə belə mahnı oxuyanda qızım başlayır oynamağa. Və daha sonra da yenidən bax belə oynayır. Ümumiyyətcə Süd nənənin oxuduğu bu mahnılar onun belə deyim də sümüyünə düşür. Və ara oyun olaraq belə bir püre tərcih etdim tükrərdən. Yəni ki, Hipin səhv eləmirəmsə armudlu, almalı püresi olmalıydı. Unutmuşam tərkibin. Amma dadı çox qəşəng idi. Xanım əslində bunu çox sevir, amma fikir o qədər dağınıq idi ki, güclə yedizdirdim. Çoxları inanmır, yəni bu qızın belə hərəkətli olduğunu. Ona görə çəkib göstərim ki, yəni əslində bir xeyli yorucudur. Yəni bütün gün demək olar ayaq üstə onunla bərabər gəzirik, hərəkət edirik. Ora bura qaçır, yemək yedirməyə çalışırıq, fikri dağılır, fikrini bir yerə yönəltməyə çalışırıq. Hamısı təbii ki, güc qüvvət tələb edir. İlahi, sən bütün anlara güc qüvvət ver. Ay ala balıq. Bax qaza, bax qaza. Ay ala, ay ala. Ay ala hele. Və paltarımızı da dəyişib axşam saatlarında başladıq biraz hərəkətə, oyun oynamağa, şənlənməyə. Gel bunu da atak. Gel bunu da atak bunu. Ay sağ ol. Bunu da at, bunu da. Hadi. Can. İncini yatırandan sonra gecə saatlarında biraz oturub çay, kofe və s. içirəm və içəndən sonra da düşdüm aşağı. Gördüm ki, anam burada təzə aldığı bu tənəklərdən banka bağlayır. Təbii ki, biz bunu istifadə edirik dolmalara və hər il özü eləyir, yəni heç vaxt hazır almır. Və nənəmin sifarişi ilə əlavə olaraq bibimə də hazırlamışdı. Özü ki, bax belə tez-tez eləyir, bağlayır. Çox belə professionaldır da, yəni bu işdə. Və axır ki, bütün otağı təmizləyib, bacardığım qədər, yəni sərgiyə salıb təmizləyib, İncinin də bütün əşyalarını götürürəm, çıxıram yuxarı. Səhər açılır, yenə oyuncaqlar İnci xanımın qabağında, xüsusən belə motorika bacarığını inkişaf elətdirmək üçün olan bütün oyuncaqları qabağına tökmüşəm. Və səhərimizi açırıq bu probiotikli qəşəng kaşa ilə. İçindəki o da nəvərlər də qalıb, görürsüz. Sanki doğrudan da qarğıdalının özünü yeyilmiş kimi hiss edirsiniz. Həqiqətən çox dadlıdır, çox qəşəngdir. Bəzən dadlandırmaq üçün biraz bəhməz falan da əlavə edirəm, amma bugün əlavə eləmədim. Əgər həqiqətən övladınızın dəmir dəyərlərini yüksəltmək və yaxud da stabil saxlatmaq istəyirsinizsə, o zaman kaşalarının tərkibinə biraz bəkməz ya da bəzi meyvələrin özlərini əlavə edirsiniz. Və keçən videoda izah eləmişdim ki, meyvə özü odur ki, yəni preslənərək hazırlanır. İçərisində əlavə qatılaşdırıcı hər hansı bir şeylər əlavə olunmur, çünki qaynadılmır və dadı nisbətən daha yəni real bir dad olur da. Əsl sanki meyvənin dadını istəyirsiniz. Amma bəhməzdə elə olmur. Uzun müddət qaynadılır, müəyyən proseslərdən keçirilir və deyərdim ki, tərkibində heç bir vitamin, mineral qalmır. Və burada da yatdı, oyandı günorta yuxusundan, hər yerə dırmaşır. Təbii ki, ilk növbədə üstünü dəyişirik, çünki çox tərləmişdi.
Aha gəldi, tapdı pultunda, başlayacaq indi pultla kanalı dəyişməyə. Sonra da qışqıracaq ki, gəlin bunu düzəldin, gəlin bunu düzəldin. Və bugünün meyvə püresi seçimi də belə gilən meyvəli almalı qarşımda. Bunun dadını da çox bəyənir, fikir vermişəm, iştahla yeyir. Və mən bu püreni belə həmişə bacardığım qədər isti suda saxladıb, isidib sonra verirəm. Soyuq verəndə düşünürəm ki, uşaq köp qaz problemi olur. Həm də sevmir mənim qızım. O qədər oynadı ki, axırda da yoruldu. Baxın bu formada yatdı. İstədim çəkim göstərim sizə. Oyananda da üstünü dəyişib oturtduq bax öz yanımızda belə. Elə öz yediyimiz yeməkdən anam yedizdirdi. İçində həm ətli, həm tərəvəzli qəşəng sup var idi. İçinə biraz uşaq suxarisi də əlavə edib veririk ki, karbohidrat da olsun. Mənim qızım ətli şorbaları sevir. Ona görə də belə iştahla yeyir. Və xalası belə çayın içizdirməyində olsun. Biz də tez yollandıq dərsiyə. Artıq ad gününə yavaş-yavaş hazırlaşmağa başlamışam. Demək olar bir çox şeyi danışmışam. Qalıb bizim geyimlərimiz. Onu da dərzi özü məsləhət gördü ki, xeyir işə 10-15 gün qalmış gələrsiz. Hətta 7 gün qalmış da gəlsəniz daha yaxşı olar. Yəni nə qədər olmuyor, ölçülər dəyişə bilər. Hələ ki körpədə daha çox dəyişir ölçülər. İncinin bəzi yeməkləri bitmişdi və bəzilərini də yeni almışam. Heç vaxt dadına baxmayıb. Məsələn bu tahin küncütün əzilmiş formasıdır. Həm içində küncütün özü, həm də onun saf yağı olur. Arada bir qaşıq dadızdırıb, hələ ki dadını öyrəşdirməyə çalışacağım. Sonra bir neçə qaşıq verərəm inşallah. Açığı mən burada satılan heç bir quru meyvəyə o qədər də inanmıram. Sadəcə özüm artıq yetişkin olduğum üçün yeyirəm, amma qızıma hər şeyi vermirəm, araşdırıb verirəm. Və burada quru meyvə gördünüz, onu da orqanik, yəni pestisidlərdən və s. təmizləndiyi üçün alıb verəcəm. Kaşalarla çox az miqdarda qatacağım. İnşallah birlikdə vloqlarda hazırlayarıq. Və sonra tarhana var. Bir də ki, belə tel şehriyə deyirlər, səhv etmirəmsə. Yox, arpa şehriyə. Tel şehriyə də bizdə evdə olduğu üçün əlavə olaraq almadım. Elə bugün hazırlayıb verdim ona. Vloqda paylaşmışam. Çox bəyəndi dadını həqiqətən də. Və hiss edirəm ki, bu təzə ayaqqabısı bir tık onu sıxır. Mən əslində marka ilə danışmışdım daha öncədən, amma mənə səhv razmer deyiblər. Yəni məcbur təzədən bir razmer böyüyün sifariş etməli olacağam. Bu çəhrayı topla da oynamağı o qədər sevir ki, elə hey onu atır, dalıca düşür, atır, dalıca düşür. Gətirdik burada 30 durduq. Biraz qışqırdı. Hiss elədim ki, o yemək vaxtıdır. Elə əlinə yemək düşən kimi də o qədər sevinir, susur, oturur yerində, bax belə yavaş-yavaş yeyir. Və doymadığı üçün də belə piçenya verdi, yedi. Biz incə gəzməyi belə öyrətdik. Özün üzü çevirir bizə, baxır və biz də belə gəl tutacaq deyirik. Ondan sonra gəlir avtomatik üstümüzə. Gəl. Hoppa! Hadi görüm hoppa! Git. Ancak gördü orada. Git yine obayla. Obayla git obayla. Gel. Ay senin kadar. Getir. Az o sos kaçırıyor.
Və hər axşam bacım, anam və mən yığışırıq süfrədə belə söhbət eləyirik. Ya çay ya da kofe içirik. Anam çox vaxt çay içir. Biz də kofe içirik və bu dəfə biraz fərqli bir kofe hazırladıq. Bunun adı afokatodur və bu belə espresso ilə hazırlanır. Amma bizim çox acı kofedən xoşumuz gəlmədiyi üçün südlü kofe hazırlayıb üzərinə belə vanilli bir dondurma əlavə etdik. Dadını da təbii ki, həddindən artıq çox bəyəndik. Həm kofe, həm də dondurmanın birləşimi mükəmməl alınmışdı. Azay yox, biz yaxşı yaşamalıyıq. Kasıb ölmək olmaz. Manipulyasiya eləsin. Demirəm, səhər çox gec yapar. 4 saat yarım. Və axşam da son vaxtlar istifadə etdiyimiz bu kaşanı istifadə edirik. Gecə üçün 3 taxıllı kaşa. Təəssüf ki, neçə vaxt axtarıram. Artıq sonuncu qutudayam. Təsəvvür edin ki, bundan 2-2, 3-3 alıb evə qoyuram ki, bilirəm ki, tez-tez bitir. Və hal-hazırda firma bir müddət istehsalını dayandırıb. Bilmirəm nə edəcəm. Yəni, başqa firmalarınki də ancaq inək südü iləndir. İnək südünə də bilirəm allergiyası var. Versəm yenə səpəcək ya da qarnı falan ağrıyacaq. Görürsünüz, dadını o qədər çox bəyənir ki, tullanır. Baxın, bu kasanın üstünə az qalsın onu aşıracaqdı da yəni. Və bunu yedizdirəndən sonra artıq onu bir təhər yatızdırdım. Bu dəfə biraz çətin yatdı. Sonra da başladım biraz anamı sevindirmək üçün ətrafın tozunu almağa. Ətrafı süpürdüm hər tərəfi. İncinin bu kreslosunu falan da təmizlədim. Əslində bu işi elə hər axşam görmək lazımdır. Mən belə düşünürəm ki, çalışdığım qədər rutin halına gətirəcəm. Elə bugün anama onu deyirdim ki, gərək hər axşam incini yatıdıran kimi başlayım ətrafı toparlamağa. Onsuz da İnci bu otaqda çox vaxt keçirir. Yəni günün 80%-ni belə deyim burada oluruq. 20%-ni çöldə. Uzağı 1-2%, yəni yuxarıki mərtəbədə yatmaqda olur o da. Qətiyyən orada oynatmırıq və s. eləmirik. Orada həmişə onsuz da sərgəli və daha az tozlu olur. Amma qonaq otağı və mətbəx həqiqətən çox toza bulaşır da. Çünki həm də gedib gələnimizdə olur maşallah. Qonaq qaralı evik bizim evimiz. Və bu da qonaq otağının son halı. Zəhmət olmasa kanalıma abunə olub, videonu like edib, aşağıda şərh yazmağı unutmayın. Bir daha xoş izləmələr.